Salam dəyərli izləyicilər. Ekranda gördüyümüz bu limitin həllini sizinlə bölüşürəm. Limit x yaxınlaşır 1-ə, məxrəcdə k-cı dərəcədən kök altda x çıx 1, sürətdə n-ci dərəcədən kök altda x çıx 1 ifadəsinin qiymətini tapaq. N-k natural ədədlərdir. Limit üzərində müəyyən çevirmələr və əvəzləmələr aparaq. Limit x yaxınlaşır 1-ə bərabərdir. Limit x yaxınlaşır 1-ə. Kök altda n-ci dərəcədən x və n-ci dərəcədən k üzərində müəyyən çevirmələr aparaq, kökün xassəsindən istifadə edərək kökün dərəcəsini və kök altındakı ədədin qüvvətini eyni bir natural ədədə vurub bölə bilərik. Biz surətdəki kökün dərəcəsini və ədədin qüvvətini k-ya, məxrəcdəkini isə n-ə vuraq. Onda alarıq ki, n vur k-cı dərəcədən kök altda x üstü k çıx 1. Məxrəcdə alarıq ki, n vur k-cı dərəcədən kök altda x üstü n çıx 1. O da bərabərdir. Kök altında n vur k-cı dərəcədən x-i bir t ilə əvəz edək. Bildiyimiz kimi x 1-ə yaxınlaşdıqda t də buradan 1-ə yaxınlaşır. Deməli, x 1-ə yaxınlaşanda t dəyişəni də 1-ə yaxınlaşır. Onda alarıq ki, limit bərabərdir. Limit t yaxınlaşır 1-ə. Surətdə alarıq ki, t üstü k çıx 1. Məxrəcdə alarıq ki, t üstü n çıx 1. O da bərabərdir. İndi aşağıda yazacağım düstura əsaslanıb kəsrin surət və məxrəcini vuruqlarına ayıracaq. Düsturumuz bu şəkildədir. A üstü n çıx b üstü n bərabərdir. Mötərizədə a çıx b vur. Mötərizədə a üstü n çıx 1 üstəgəl a üstü n çıx 2 b üstü 1 üstəgəl a üstü n çıx 2 b üstü 2 üstəgəl nəhayət b üstü n çıx 1. Bu düsturdan istifadə edib limitdəki kəsrin surət və məxrəcini vuruqlarına ayıraq. Onda alarıq ki, bərabərdir, bir də bərabərdir. Limit t yaxınlaşır 1-ə. Surətdə alarıq ki, t çıx 1 vur. T üstü k çıx 1 üstəgəl t üstü k çıx 2 üstəgəl nəhayət 1. Məxrəcdə alarıq ki, mötərizədə t çıx 1 vur. İkinci mötərizədə t üstü n çıx 1 üstəgəl t üstü n çıx 2 üstəgəl nəhayət 1. O da bərabərdir. T çıx 1 ilə t çıx 1 ixtisar olunur. Sual yarana bilər ki, t-nin yerinə 1 yazsaq, kəsrin surətində və məxrəcində neçə dənə 1 toplananı alınar? Diqqətlə fikir versək, t-nin qüvvəti k çıx 1-dən 0-a qədər davam edir. Yəni, 1-in yerinə t üstü 0 düşünsək, onda 0-dan k çıx 1-ə qədər və 0-dan n çıx 1-ə qədər neçə dənə hədd olduğunu tapa bilərik. Deməli, 0-dan k çıx 1-ə qədər olan hədlərin sayı 0 və k çıx 1 daxil olduğuna görə k çıx 1 çıx 0 üstəgəl 1, o da bərabər k-ya. Eynilə, deməli, surətdə və məxrəcdə toplananların sayını bu üsulla tapmaq olar. Deməli, surətdəki toplananların sayı, yəni 1-lərin sayı k dənədir, məxrəcdə isə n dənədir. Onda alarıq ki, limit t yaxınlaşır 1-ə, surətdə 1 üstəgəl 1 üstəgəl nəhayət 1 neçə dənə? Deməli, k dənə, k sayda. Məxrəcdə isə 1 üstəgəl 1 üstəgəl nəhayət üstəgəl 1 n sayda. O da bərabərdir. Limit t yaxınlaşır 1-ə. Surətdə alarıq. K sayda birinci əmrini tapmaq üçün k-nı 1-ə vurmaq lazımdır. Yəni, toplananlardan birinin sayına vurulub alınar k, məxrəcdə isə n alınır. O da bərabərdir k böl n-ə. Cavab k böl n oldu. Sağ olun.